Falçılıq və cindarlıq nədir? Kökündən yanlış olan bir əməldir. Bəziləri deyir ki, mən falçının yanına getmişdim, onun dediyi düz çıxdı. Onların iddialarının dini nöqteyi nəzərdən, İslami nöqteyi nəzərdən heç bir əsası yoxdur. Quranın özündə də bu qeybin ancaq peyğəmbərlərə açıldığından söz gedir. Sehirbazlıq olsun, falçılıq olsun, cindarlıq olsun və bunun bir sözlə bütün növləri haram və böyük günahlardır. Bəzən ailədə söz-söhbət olur, deyirlər ki, ailəyə sehr olunur. Falçının yanına getmək çox böyük günahlardandır. Falçıların yanına gedən insanlar psixoloji cəhətdən zəif olan insanlardır. Bu dələduzlar insanların çarəsizliyindən istifadə edirlər. Bəzən insan elə inamının qurbanı olur. Salam əziz tamaşaçılar. İmam verilişinin növbəti buraxılışı ilə görüşünüzə gəlmişik. Bugün maraqlı bir mövzunu müzakirə eləyəcəyik. Falçılıq və cindarlıq. İslam nə deyir? İnsan tarix boyu görünməyən dünyanı anlamağa, onunla əlaqə yaratmağa çalışmışdır. Gələcəyi bilmək və görmək, arzu, problemləri asan yolla həll etmək istəyi, bəzən onu qeyri-adi yollara, vasitələrə müraciət etməyə vadar etmişdir. Fal, cindarlıq, magiya və s. və l. Bəs İslam bu məsələyə necə baxır? Görünməyən aləmlə əlaqə yaratmaq mümkündürmü? Quran-ı Kərimdə Allah Teala qeybin açarlarının onun əlində olduğunu deyir. Bugün məhz bu suallara cavab axtaracağıq. Qonağımız Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, Hacı Cavad məscidinin imamı, ilahiyyatçı, əziz dostum İbrahim Quliyevdir. İbrahim müəllim, xoş gəlmişsiniz. Xoş gördük Elbistan müəllim. İbrahim müəllim, cindarlıq, falçılıq, bunlar cəmiyyət rasional cəhətdən, intellektual cəhətdən, iqtisadi cəhətdən nə qədər inkişaf edirsə etsin, hər zaman qarşımıza çıxan hallardır. Və əlbəttə ki, bu cür mövzular İslamın ona münasibətindən asılı olmayaraq həmişə insanların diqqətini cəlb edir. Falçılıq və cindarlıq nədir? Bunlar nə olan şeydir? Bu, ümumiyyətlə, bu falçılıq yaxud cindarlıq mövcud olan bir şeymi, mövcud olan fenomenmi? Yoxsa insanların müəyyən məsələləri həll etmək üçün, yaxud müəyyən qədər cəmiyyətdə maddi cəhətdən, nüfuz cəhətdən mövqe qazanmaq üçün əl atdıqları üsullardır? Təşəkkür edirəm Elbisal müəllim. Rəhman və mərhəmətli Allahın adı ilə həm sizi, həm hörmətli tamaşaçılarımızı salamlayıram. Həqiqətən də aktual bir mövzunu gündəmə gətirmişsiniz. Bildiyiniz kimi cadugərlik, cindarlıq və bu kimi oxşar ifadələr təkcə dini mətnlərdə deyil, eyni zamanda sosial-psixoloji mənbələrdə və yaxud da mütəxəssislər tərəfindən təhlil olunan mühüm problemlərdən biridir. Cindarlıq və yaxud kahinlik dedikdə nə başa düşülür? Falçılıq elə ərəb dilində kahinlik deməkdir. Biz bu sözün kökünə baxdıqda görürük ki, kahinlik təxmin sözünə daha uyğunluğu var. Yəni bir insan təxmin edir pərdənin o biri tərəfində olan nələrisə. Falçılar təxmin üzərində sanki qeybi xəbərləri bilirlərmiş kimi özlərini apararaq bəzi insanlara psixoloji, mənəvi və digər təsir etməklə həmən insanların sanki taleylərini müəyyənləşdirmiş kimi olurlar. Əlbəttə ki, kahinlik, yəni ərəb dilində, dini mətnlərdə olan bu ifadə, biz ki ona falçılıq deyirik, kökündən yanlış olan bir əməldir. Hətta biz Qur'an-ı Kərimə baxdıqda görürük ki, qeybi xəbərlər mövzusunda olan ayələr
iki istiqamətdə özünü göstərir. Birincisi, bir qrup ayədə Uca Rəbbimiz qeybin yalnız və yalnız ona aid olduğunu bildirir. Məsələn, Nəml surəsinin 65-ci ayəsində Peyğəmbərə müraciətlə buyurur ki, ey Peyğəmbərim, de, göylərdə və yerdə olanlardan heç kəs qeybi bilə bilməz. Qeybi bilən yalnız və yalnız uca Allahdır. Bəli. Bu ayə onu göstərir ki, Allahdan başqa kimsə qeybdən xəbər verirsə, gələcəkdən xəbər verirsə, deməli yalançıdır. Həmçinin ikinci növ ayələr, Uca Rəbbimiz o növ ayələrdə qeybi yalnız istədiyi kimsələrə bildirər deyə buyurmaqdadır. Bu da yalnız Peyğəmbərlərdir. Məsələn, bu ayələrin başqa birində Uca Rəbbimiz bu qeybi xəbərlərdən idi, sənə onu biz vəhy etdik. Bu məzmunlu ayələr də onu göstərir ki, bir qrup qeybi xəbərlər var, o xəbərlər yalnız Uca Rəhman tərəfindən Peyğəmbərə və Peyğəmbərin də vasitəsi ilə ümmətə bildirilə bilər. Bu ayələrin hər iki istiqamətdə olan ayələri biz təhlil etdikdə alınan nəticə bundan ibarət olur ki, hər kəs, Peyğəmbərlər istisna, qeybi bildiyini iddia etsə və yaxud da səmavi qaydalarla deyil, hansısa bir vasitələrlə, məsələn, qumar alətləri vasitəsilə biz bilirik ki, falçıların istifadə etdiyi bir neçə vasitə əllərində olan vasitələrdən elə bir hissəsi qumar vasitələridir, məsələn, və s. Bütün bunların hamısı onu göstərir ki, bu iddialar puçdur, bu iddialar batildir və onların iddialarının dini nöqteyi nəzərdən, İslami nöqteyi nəzərdən heç bir əsası yoxdur. Onlar həm də böyük günahla məşğul olmuş olurlar. Çünki falçılıq, madam ki, Qur'an qeybi öz üzərinə götürdüyini deyir, yalnız Allahın bildiyini deyir, Allahdan başqasının qeybdən heç bir anlayışının olmadığını deyirsə, deməli, qeybi bildiyini iddia edən şəxsin iddiası puç və batildir. O öz iddiasına görə də böyük günahlardan birinə mürtəkib olmuş olur. İbrahim müəllim, haqlı olaraq siz çox düzgün məqama diqqət çəkdiniz. Qeybi ancaq Allah bilir. Bəli. Və qeybi o ancaq istədiyi şəxsə bildirir. Bəzən falçılar iddia edirlər ki, elə Quranın özündə də Allah deyir ki, istədiyinə bildirir. Lakin siz haqlı olaraq, düzgün olaraq qeyd etdiniz ki, elə Quranın özündə də bu qeybin ancaq peyğəmbərlərə açıldığından söz gedir. Adi insanlara Allah Taala qeybi açmır. Bu qeyb ancaq peyğəmbərlərə açılır. Deməli, həmin o şəxslərin Quranı referans gətirərək Quran-ı Kərimə istinad etdiklərini deməyin özü də bir yanlışdır. Əlbəttə ki, onlar Allahın kitabına qarşı günah işləyirlər. Siz bunun günah olduğunu qeyd elədiniz. İbrahim müəllim, Quran-ı Kərimdə, Peyğəmbərin hədislərində falçılar, cadügərlər haqqında, onların bu əməllərinin hansı dərəcədə günah olması barədə nə deyilir? Çünki biz Allahın kəlamına, Peyğəmbərin sözünə istinad etdikdə, əlbəttə ki, dinin sahibi onlardır. Və falçılar başa düşəcəklər ki, dini əldə alət edərək insanların dəyərlərini istismar edə bilməzlər. Din bu kimi şeylərdən uzaqdır. Ayələrdə, hədislərdə cadügərliyin, yaxud cin çağırmağın və yaxud fala baxmağın nə dərəcədə günah olmağından danışılır? Əlbəttə ki, bu mövzu həm Qur'an-ı Kərim, həm də hədis mənbələrində kifayət qədər təhlil olunmuş mövzulardandır. Bildiyiniz kimi, falçılığın, cindarlığın, sehir və cadu ilə məşğul olmağın ümumilikdə böyük günah olmaqla yanaşı çoxlu şaxələri var. Məsələn, sualın əvvəlində də qeyd etdiyiniz kimi cindarlıq. Bəziləri cinlərlə əlaqə qurub,
cinlər vasitəsilə qeybdən xəbər verdiklərini iddia edirlər. Bəli. Və hətta iddialarına da belə bir dəlil gətirirlər ki, Qur'an-ı Kərimdə Həzrət Süleyman əleyhissalam bir qrup cini öz əsarəti altına almışdı və onların vasitəsi ilə öz işlərini görürdü. Doğrudur, Qur'an cinlərin varlığını inkar etmir. Hətta həqiqət olduğunu. Məsələn, Qur'an-ı Kərimin 72-ci surəsi Cin surəsidir, Cinlər surəsidir. O və digər surələrdə də Süleyman əleyhissalamın cinləri ram elədiyi, Allahın izni ilə ram etdiyi və bəzi işləri gördürdüyü haqqında Qur'an-ı Kərimdə xəbərlər vardır. Lakin sizin də buyurduğunuz kimi bəzi işlər Allahın izni ilə xüsusi insanlara, yəni peyğəmbərlərə verilir. Allahın izni ilə bir peyğəmbər ya qeybdən xəbər verə bilər, o xəbəri də Allah ona ötürür. Və yaxud cin kimi hansısa bir varlığı ram edib, onun vasitəsi ilə hansısa bir işi görə bilər. Amma bunu sıravi bir insanın bu işi görməsi dini məntiqlə məsələyə yanaşdıqda biz görürük ki, bu mümkünsüz bir işdir, mümkünsüz bir əməldir. Məsələnin günah olmasına gəldikdə isə biz görürük ki, bütövlükdə istər sehirbazlıq olsun, falçılıq olsun, cindarlıq olsun və bunun bir sözlə bütün növləri haram və böyük günahlarla böyük günahlardan biri olduğu hədislərdə əks olunub. Hətta Peyğəmbərimiz mübarək bir hədisində buyurur ki, hər kəs kahinin, yəni falçının yanına getsə və onun dediklərini təsdiq etsə, Məhəmmədə nazil edilmişlərə qarşı küfr etmişdir. Deməli, bu ayə, bu hədis daha doğrusu onu göstərir ki, falçının yanına getmək çox böyük günahlardandır. Falçının dediklərini təsdiq etmək hətta o qədər böyük günahdır ki, bütövlükdə Həzrət Peyğəmbərimizə nazil edilmiş vəhyin hamısına qarşı küfr etməkdir. Yəni, bütövlükdə Qur'anı, bütövlükdə Peyğəmbərimizə nazil edilmişlərə qarşı küfr etməkdir. Onları heç saymaqdır. Hətta başqa bir hədisdə kahinlər ən yüksək cəzaya, ölüm cəzasına belə layiq görülüblər. İmam Əlidən nəql edilmiş bir hədisdə göstərilir ki, əgər kahinlər tövbə etməsələr, öldürülməlidir. Çünki biz kahinlərin əməllərinin fəsadına baxdıqda görürük ki, həqiqətən də İslam şəriəti onları ölüm hökmünə düçar etməkdə heç də yanılmayıb. Ona görə ki, kahinlər, falçılar, sehirbazlar və bu qismdən olan digər qrup şəxslər cəmiyyəti təkcə aldatmaqla məşğul deyirlər. Həm onların əmlakını sanki mənimsəmiş olurlar və həm də cəmiyyətdə bir növ xaos yaratmış olurlar. Psixoloji xaos yaradırlar cəmiyyətdə və nəticədə ailələrdə pozğunluqlar, yəni nikahın pozulması baş verir, övlad, valideyn arasında olan münasibətlərdə pozğunluqlar baş verir və s. Bütün bunların hamısı onu göstərir ki, həqiqətən də falçılıq Allah yanında çox böyük günahlardandır və falçı mütləq tövbə etməlidir. Tövbə etmədiyi təqdirdə belə şəriət onu ən böyük cəzaya belə məruz qoyur. İbrahim müəllim, siz haqlı olaraq bir məsələyə diqqəti çəkdiniz. Onlar insanları aldadırlar. Bəziləri deyir ki, mən falçının yanına getmişdim, onun dediyi düz çıxdı. Sizin bu məsələyə münasibətiniz necədir? Və belə deyənlər var. Deyir, mən filan kəsin yanına getdim, onun dediyi düz çıxdı. Və bir də görürsən ki, məhz bu cür faktlar falçıların yanına əhalinin daha çox getməsinə gətirib çıxarır. Bax, bu faktla yanaşı daha başqa hansı səbəblərə görə insanlar falçılara meyl edirlər? Ümumiyyətlə biz insanların falçılara
meyl etməsinin səbəblərini araşdıranda bir neçə mühüm nöqtənin orada olduğunu görürük. Birincisi, mən belə düşünürəm ki, bu kimi insanlarda zəiflik var. Yəni, bu insanlar özlərini psixoloji cəhətdən təmin edə bilmirlər. Nəticədə kiminsə yanına getməklə, kimdənsə güc-qüvvət almaqla özlərini sanki quruya çıxarmış hesab edirlər. Yəni, psixoloji cəhətdən zəif insanlardır. Bəli, psixoloji cəhətdən, yəni falçıların yanına gedən insanlar psixoloji cəhətdən zəif olan insanlardır. Bəli. İkincisi, bəzi falçılar sözün həqiqi mənasında, xüsusi ilə də müasir dövrümüzdə müxtəlif sosial şəbəkələrdə özlərini elə bir səviyyədə reklam ediblər ki, həmən falçılar sanki cəmiyyətdə və psixoloji olaraq, mənəvi olaraq çətin duruma düşmüş insanların bir xilaskarı kimi özlərini təqdim etmişlər və inancı zəif olan insanları inandıra bilmişlər. Saxta təbliğat, saxta reklam. Saxta reklam və inancı zəif olan insanların da bu kimi insanlara inanaraq, onların dediklərinə inanaraq onların yanlarına, necə deyərlər, getmələri. Üçüncü, əsas səbəblərdən biri məsələnin biraz ictimailəşməsi. Mən bunun özüm şahidi olmuşam. Məsciddə imam olaraq bəzən ay ərzində mən təxmini hesabıma görə 8, 10, 12 nəfər şəxs müxtəlif vaxtlarda gəlir və adlarının dəyişdirilməsini istəyirlər. Sanki məscidin imamı bu işlərlə məşğuldur. Məsciddə insanların adlarını dəyişdirməklə onlara yeni bir həyat veriləcək. Mən onlarla söhbət edirəm. Niyə adlarının dəyişilməsini istəyirlər? Soruşuram. Məlum olur ki, həmən şəxs hansısa bir falçının yanına gedib. Bəli. Falçı bu adamın həm məlumatsızlığından, həm psixoloji zəifliyindən istifadə edərək, bu adamı əgər belə demək mümkündürsə öz cənginə keçirib, bu adamdan yaxşıca pul alıb və bu adam üçün bir neçə işin görülməsini ondan tələb edib, o işlərdən də biri güya sizin adınıza sehr olunub, sizin adınıza dua yazılıb və həmən duanı, həmən sehri təsirsizləşdirmək üçün yalnız və yalnız adınızı dəyişməlisiniz. Bax, biz o insanlarla söhbət etdikdən sonra onları inandırırıq ki, həqiqətən də bu falçılar yalancıdırlar, sənin gözəl adın olduğu halda nə üçün o adı dəyişməlisən. Hətta bu insanlarla daha dərindən söhbət edəndə, onların düşdüyü durumu araşdıranda şəxsən mənim özümə məlum olub ki, bu insanlar həyatda etdikləri filan səhvlərinə görə bu vəziyyətə düşüblər. Məsələn, adam kifayət qədər zəngin bir adam idi, etdiyi filan səhvlər ucbatından bütün var dövlət əlindən çıxıb, adam ümidsizcəsinə falçıya üz tutub, falçı da sənin adında problem var, adını dəyişsən işlərin öz əvvəlki qaydasına qaydar. Və məlum olur ki, adamla söhbət etdikdən sonra məlum olur ki, bu şəxsin özünün etdiyi səhvlər nəticəsində bu işlər baş verib. Yoxsa insanın adı ona cadu olunub, ona sehir olunub və s. və ilaxır bu vasitələrlə insan hansısa bir pis bir duruma düşə bilməz ki. İbrahim, o qədər aydın və real vəziyyəti əks elətdirən məlumat verdiniz ki, bəzən bu dələduzlar insanların çarəsizliyindən istifadə edirlər. Və nə qədər düzgün qeyd etdiniz. O çarəsizliyi hansısa fövqəladə qüvvə yaratmayıb. İnsanın həyatda atdığı yanlış addımlar toplaşıb və beləliklə bu cür çıxılmaz vəziyyət yaranıbdır. Və siz haqlı olaraq qeyd edirsiniz, bu insanlar
çarəsiz şəxslərə potensial gəlir mənbəyi gözü ilə baxırlar. Və üstəlik bəzən elə üsullara əl atırlar ki, o çarəsiz insan o üsullardan istifadə etməli olur. Halbuki Allah Teala insana ağıl neməti vermişdir. Biz problemlərimizi həll etmək üçün cadugərlərin yanına deyil, o düşdüyümüz problem hansı sahə ilə əlaqəlidirsə, onun mütəxəssisin yanına getməliyik. Məsələn, bəzən ailədə söz-söhbət olur, deyirlər ki, ailəyə sehr olunub. Halbuki məlum olur ki, ailədə söz-söhbətin səbəbi sehir deyil. Ailə daxilindəki müəyyən problemlərdir. Cadugərin yanına yox, ailə mütəxəssisinin yanına getmək lazımdır. Həqiqətən də biz bəzən düşdüyümüz vəziyyəti düzgün təhlil eləsək, bax bu cür dələduz, fırıldaqlı insanların da heç şübhəsiz ki, bazarı bağlanacaqdır və onlar bizi istismar eləyə bilməyəcəklər. Nəsə sözünüz vardı? Mən elə bir nümunə də olaraq bir ay bundan öncəni məsciddə imam otağında əyləşmişdim. Bir nəfər, bir 35-40 yaşlı bir gənc yaxınlaşdı. Mənə ruzu duası yaz deyə müraciət elədi. Dedim ki, əziz qardaşım, biz dua yazmırıq. Bəli. Nə məsələdir? Dedim, mən ruzum yoxdur, işləmirəm və s. və ilaxır. Mən ondan soruşuram ki, sən heç bir iş üçün harasa müraciət eləmisən? Deyir ki, xeyr. Deyirəm, saat neçədə yuxudan durursan? Deyir, gündə 12 radələrində hər gün mən yuxuda duram. Deyirəm, bax qardaşım, Peyğəmbərimizin bizə tövsiyəsi var. Çalışın, o başdan oyanın. Ey Rəbbim, ümmətimin o başdanlığına bərəkət ver, deyir. Sən saat 12-də yuxudan durmaqla hansı işin sahibi ola bilərsən? Axı, qardaşım, bu işlər dua vasitəsi ilə deyil. Bizim xalqımızın da gözəl bir deyimi var. Səndən bərəkət, səndən hərəkət Allahın adından deyilir də, məndən bərəkət deyə. İnsan hərəkət etməlidir, çalışmalıdır, zəhmət çəkməlidir. Bəziləri sanki elə hesab edirlər ki, dua vasitəsi ilə və yaxud sehir cadu vasitəsi ilə hansısa məqsədə çatacaqlar. Əsla, bu mümkün deyil. Biz bunu heç Peyğəmbərlərimizin həyatında belə görmürük. Hansısa bir Peyğəmbər otursun məscidin ortasında səhərdən axşama, axşamdan səhərə qədər dua eləsin, filan işim düzəlsin deyə bir şey yoxdur. Ya o dua yazıb versin. Bəli. Ona görə də insanlar biraz da zəhmətə çalışmalı. Sizin də vurğuladığınız kimi ağla, məntiqə üstünlük verməlidirlər. İbrahim müəllim, biz bəzən elə dindarların şahidi oluruq ki, onlar cin çıxarma, hansısa problemi cinlə əlaqələndirməyə daha çox meyil göstərirlər. Xatırlayıram, illər öncə onlardan biri mənim tanışlarımdan birinə demişdi, sənin ürəyin ağrıyırsa, ürəyində filan adlı cin oturub. O cini mən çıxara bilərəm. Əlbəttə ki, həmin şəxs bunu pul müqabilində eləyirdi. Əgər həqiqətən bizim hansısa müsəlmana ürəyimiz yanırsa və cinin çıxarılmasını da özlərinin ifadəsi ilə deyirəmsə, dua vasitəsilə eləyiriksə, nə üçün biz duanı pulla eləməliyik? Üstəlik, ürək ağrıyır, biz ürək həkiminə müraciət eləməliyik. Və görürsünüzmü, çox nadir hallarda da olsa, bəzi dindarlar arasında bax, bu kimi şarlatan, dələduz halları dinin adına yazmaq kimi faktlar mövcuddur. Amma biz bilirik ki, din adına edilən hər şey din deyil və din belə şeylərdən uzaqdır. Siz bir din xadimi kimi və həm də mütəxəssis ilahiyyatçı kimi bu insanlara nə deyərdiniz? Mənim belə insanlara etdiyim tövsiyələr bundan ibarətdir ki, birincisi, ağla müraciət etsinlər. Mübarək hədislərin birində belə rəvayət olunur ki, İmam Sadiq əleyhissalam buyurub, Allahın iki növ peyğəmbəri var. Birincisi batini peyğəmbərlər, ikincisi zahiri peyğəmbərlər. Batini peyğəmbərlər insanın ağılıdır. Zahiri peyğəmbərlər isə göndərilmişlərdir.
Əgər batini peyğəmbər olmasa, zahiri peyğəmbərlərin faydası olmayacaq. Deməli, bir insan bir addımı atarkən mütləq ağla müraciət etməlidir. Ağıl vasitəsi ilə müəyyən etsin, görsün onun atdığı addımın nəticələri nə olacaq. İkincisi, elmə müraciət etsin. Elm dedikdə biz elə həm Qur'an-ı Kərim, həm ümumilikdə elmi həqiqi mənada başa düşürük. Üçüncüsü, mütəxəssislərə müraciət etsinlər. Əfsuslar olsun ki, işlər öz əhlinə tapşırılmadığı zaman qiyaməti gözləyin hədisi elə hər sahədə, o cümlədən də bu sahədə də özünü göstərir. Bəzən insanlar məscid imamlarını qoyub, falçıların və s. bu kimi şəxslərin yanına getdikdə həm özləri qarət olunmuş olurlar, belə ifadə eləmək mümkündürsə. Həm doğru düzgün istiqamətə yönləndirilmirlər və həm də böyük günah qazanmış olurlar. Deməli, mütəxəssisə müraciət etmək lazımdır ki, o mütəxəssis düzgün istiqamət versin, düzgün, necə deyərlər, mənəvi, psixoloji dəstək göstərə bilsin. Üçüncüsü, namaz. Xüsusi ilə də namaz qılan vətəndaşlardan Qur'an açıq-aşkar şəkildə nə buyurur? Namaz vasitəsilə kömək umun, kömək alın. Namaz sözün həqiqi mənasında, Ənkəbut surəsində də uca Rəbbimiz namazı qılın, çünki namaz sizi hər növ çirkinliklərdən, pisliklərdən qoruyar deyə buyurmaqdadır. Deməli, bir insan namaz vasitəsilə özünü o mənəvi boşluqlardan qoruya bilər. Və əlbəttə digər tövsiyələr və xüsusi ilə də ən əsası odur ki, biraz özləri üzərində işləsinlər. Hər kəsə o sosial şəbəkədə reklamı aparılanlara bu mövzuda etibar etməsinlər, inanmasınlar. Çünki bəzən insan elə inamının qurbanı olur. Tamamilə doğru deyirsiniz, həqiqətən. Bilirsinizmi, falçılıq təkcə xurafat məsələsi deyil. Falçılıq həm də sosial problemdir, ictimai problemdir və biz cəmiyyətin müəyyən hissəsinin falçılar tərəfindən necə aldadıldığının şahidi oluruq. Bu, həm o cür sizin də qeyd etdiyiniz kimi psixoloji cəhətdən zəif, çarəsiz insanlarda, falçılardan asıllıq yaradır. Həm də əlbəttə ki, onların maddi cəhətdən istismarına da aparıb çıxarır. Və o falçı dələduzlar insanların həm ümidlərini öldürürlər, həm də onları talayırlar, o sizin qeyd etdiyiniz kimi. Və bu baxımdan çox təəssüf ki, bəzən cəmiyyətdə İslamın da mübarizə apardığı o xurafat, möfhumat elementləri çoxluq təşkil etdikdə insanlar falçılara, cindarlara müraciət edirlər. Əlbəttə ki, cinlərin mövcudluğunu İslam inkar eləmir. Siz bayaq qeyd elədiniz ki, Qur'an-ı Kərimdə ayrıca surə mövcuddur. Lakin İslam onlardan xəbər almaq iddiasına ehtiyatlı yanaşır. Siz bayaq Süleyman Peyğəmbərin əhvalatından danışdınız. Bu, Peyğəmbərə tanınan bir möcüzə faktıdır. Bir Peyğəmbərin Peyğəmbərliyini isbatlama aspektidir bu. Bəli, Süleyman Peyğəmbərin Peyğəmbərliyini həm də onun qeyri-insani varlıqlarla əlaqəsi göstərirdi. Lakin bu mənaya gəlmir ki, insanlar bu dünyaya aid olmayan qeyri-bəşəri varlıqlarla istədiyi vaxt əlaqə yarada bilərlər. Və ümumiyyətlə bu sahə özü çox təəssüf ki, Azərbaycanda özü ilə birlikdə İslamın adına bəzən xoş olmayan sözlər gətirir. Biz sosial şəbəkələrdə cin çıxarmaq adına bəzi şəxslərin düzgün başa düşmədikləri dini rəvayətləri də əsas götürərək xoşa gəlməz hərəkətlərinin şahidi oluruq. İbrahim müəllim, həqiqətənmi insan Allahın yaratdığı o xəlifə, o canişin, o şərəfli varlıq cinlərin əlində aciz qalacaq qədər həqirdir, xırdadır? Xeyr. Sizin də buyurduğunuz kimi biz bilirik ki, insan
yaranmışın bir çoxundan üstün bir varlıq kimi xəlq Bəli. edilmişdir. Və hətta cinlərdən üstün olan bir varlıqdır. Bəli. Bunun sübutu təkcə bir məsələ ilə kifayətlənmək olar. Bütün peyğəmbərlər cinlərdən deyil, insanlardan seçilib. Bütün ilahi vəhiy, ilahi kitablar cinlərə deyil, insanlara göndərilib. Və buna görə də cinlər onlara göndərilmiş peyğəmbərlərə, onlara göndərilmiş ilahi xəbərlərə görə məsuliyyət daşıyırlar. Deməli, əgər cinlər insanlardan üstün varlıq olsaydı, onlardan peyğəmbər seçilər və ilahi vəhiy də onlara göndərilmiş olardı. Şeytan özünü, çünki biz bilirik ki, Qur'an-ı Kərimin ayəsinə görə də insan palçıqdan, cin isə otdan yaranıb. Və şeytan odu palçığa nisbətən üstün olduğunu dəlil gətirərək Adəmə səzdə etmək, təzim etmək əmrindən boyun qaçırtdı. Özünü daha üstün hesab etdi. Bu fakt onu göstərir ki, həqiqətən də insan cinlərdən daha üstün bir varlıqdır. Cinlər insanlara tabe tutulub. Bəli. Cinlər insanların əlində əsir olub. Süleyman Peyğəmbərin misalında. Və bütün bunların hamısı onu göstərir ki, hansısa bir vasitə ilə bir insanın cinin əlində əsir olması, cinin əlində, necə deyərlər, alətə çevrilməsi öz-özlüyündə mümkünsüz hesab edilir. Bu, sadəcə olaraq falçıların bəzi iddiaları ki var, güya cinlər vasitəsi ilə əlaqə qurublar, mənim cinim var, mən onun vasitəsi ilə qeybi xəbərləri bilirəm və yaxud da kiminsə evində hansısa hadisələr baş verir və yaxud da hansısa bir itmiş əşyanı belə cinlər vasitəsi ilə tapıb ortalığa çıxarma kimi məsələlərin hamısı fırıldaqçılıqdan başqa bir şey deyildir. Heç bir kəs Allahın izni olmadan heç bir cini öz əsarətinə keçirə bilməz və insan da çalışmalıdır ki, özünü şeytanın əsarətinə çevirməsin. Çünki bütün yalanın, bütün fırıldaqçılığın əsasında şeytani hisslər dayanır. Şeytan həmin hisslər vasitəsi ilə yalan və s. insanları öz qoluna çevirmiş olur. Təşəkkür edirəm İbrahim müəllim. Bəli, falçılar, cadügərlər kənardan nə qədər yaxşı görünmürsə, bəzən din adına cin çıxarma əməliyyatları da və bu əməliyyatları da müəyyən dindarların etməsi də kənardan yaxşı görünmür. Bizim dinimiz pak dindir, gözəl dindir. Biz elə etməliyik ki, bizim dinimizə, bizim fəaliyyətimizə görə söz gəlməsin. Üstəlik, çox təəssüf ki, bu bir biznes sahəsinə çevrilib. Həm falçılar bunu biznesə çeviriblər, həm də cin adı altında insanları, cin çıxarmaq adı altında insanları sağaltdıqlarını iddia edən bəzi dindarlar da bunu biznesə çeviriblər. İbrahim müəllim, gəldiniz, suallarımıza cavab verdiniz. Minnətdarlığımı bildirirəm. Çox sağ olun İbrahim müəllim. Dəvəti üçün mən təşəkkür edirəm. Siz sağ olun. Əziz tamaşaçılar, görünməyən aləm, yəni qeyb aləmi insan üçün həmişə maraqlı olmuşdur. Amma İslam bizə bir sərhəd qoyub. Biz bu dünyanı öyrənməliyik və bizim əqli, fiziki potensialımız bu dünyanı öyrənmək üçündür. Qeybi bilmək iddiası insanın həddini aşmasıdır. İslam xurafatla, mövhumatla mübarizə üçün göndərilmişdir. Yəni, İslam cadügərliklə, İslam falçılıqla mübarizə üçün göndərilmişdir. Həm də İslam insanı qorumaq üçün göndərilmişdir. İslam insanı, insan zəkasını xurafatdan, mövhumatdan mühafizə etmək üçün göndərilmişdir. Əgər biz İslamı düzgün başa düşsək,
Allahın bizə bəxş etdiyi ağıl nemətindən düzgün istifadə etsək, dünyaya dünya kimi qiymət versək, ağıla da ağıl kimi qiymət versək, biz mövhumatın və xurafatın heç vaxt əsiri olmayacağıq. Allaha əmanət olun.